İşğaldan azad olunmuş ərazilərimizi zəngin turizm potensialına malikdir. Bu baxımdan öz füsunkar təbiəti, sıx meşələri və dağ mənzərələri ilə seçilən Ağdərə rayonunun Vəngli kəndi xüsusi yer tutur. Burada turizm infrastrukturunun inkişaf istiqamətində bir sıra işlər görülüb. Kənddə istirahət zonaları yaradılıb, fərqli restoranlar var və qonaqların rahat şəkildə gecələyə bilməsi üçün müasir otel fəaliyyəti göstərir. Ağdərənin Vəngli kəndindən xüsusi reportajımız var, izləyək. İşğaldan azad olunmuş rayonlarda çox böyük turizm potensialı olan ərazilərdən biri də Ağdərə rayonunun Vəngli kəndidir. Bu kənd özünün çox gözəl təbiəti, yaşıl meşələri, dağları, çayı ilə turistləri özünə cəlb edir. Qeyd edim ki, bugün burada çəkiliş aparan zaman da ərazidə xeyli sayda turistin olduğunu gördük. Ağdərənin Vəngli kəndi təbii gözəlliyi ilə işğaldan azad olunmuş ərazilərimizin turizm xəritəsində özünə məxsus yer tutmağa başlayıb. Bura istirahət üçün gələn turistlər gəzintilərindən çox məmnun qalırlar. Hansı istiqamətə baxsan insanlar gəzir, əylənir, şəkil çəkdirir, təbiətin qoynunda oturub piknik edirlər. Evladımın ad günüdür, gətirmişəm, onlar da gəzsin, bu gözəl, xoş təəssüratlar yaşasınlar. Biz Ağdam rayonundan gəlmişik. Bir neçə dəfədir ki, bura gəlirik. Mənzərəsi gözəl, havası gözəl, suyu gözəl, təbiəti gözəl. Bura üz tutan turistlər Vəngli kəndinin ərazisində fəaliyyət göstərən restoranlardan, oteldən və digər yaradılan infrastrukturdan razılıq edirlər. Çox gözəldir, çox mənzərəlidir, yaxşıdır, kvalitet çox gözəldir, hamısı mehribandır. Bura ilk dəfədir gəlim, o qədər mənə qürur verir. Bax, inanırsınız, addımladıqca belə qəlbim fərəhlə dolur ki, mən öz torpağımdayım, öz yurdumdayım. Burada fəaliyyət göstərən restoran sahibləri də çox sayda turistlərin Vəngli kəndinə gəldiyini deyirlər. İnsanlara çalışırıq yüksək səviyyədə xidmət göstərək və qiymətləri çalışdığımız qədər münasib edək. Personal işçi sistemi çalışırıq, kənd sakinlərindən götürək, kənd sakinlərini işə cəlb edək. Əsas məqsəd odur. Çünki işğaldan azad olmuş ərazilərə ki, geri dönüş, qayıdış proqramı gedir. O proqram çərçivəsində də biz onları çalışırıq maksimum səviyyədə işlə təmin edək. Qarabağ Regional Turizm İdarəsindən bildirilib ki, Ağdərənin Vəngli kəndində gələn qonaqların istirahətini yüksək səviyyədə təmin etmək üçün hazırda 23 otaqlı, 46 çarpayılı otel və bir neçə restoran fəaliyyət göstərir. Bununla yanaşı kənd evlərinin turistlərə təqdim edilməsi mövzusunda sakinlər üçün maarifləndirici tədbirlər keçirilib. Bu çərçivədə iştirakçılara kənd turizminin iqtisadi üstünlükləri, fərdi yaşayış evlərinin turistlərin yerləşdirilməsi üçün hazırlanması, qonaqpərvərlik standartları, xidmət keyfiyyətlərinin artırılması, sanitar-gigiyenik tələblər və bu sahədə mövcud perspektivlər barədə ətraflı məlumat verilib. Mədinə Niknəcat, Səadət Ayaz qızı, Rüfət Bayramov, ATV Xəbər, Ağdərə.